Qayışda ötürmə mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkəti. Birinci sualda bütün omeqalar bərabər olacaq. 2-də də yenə periodlar bərabər olacaq. 3-də də periodlar bərabər olacaq. Nə bilim, 4-ə uje girmirik. 1, 2, 3. Period tezliyi, bir də bu nə idi? Bucaq sürətləri. Bucaq sürətləri disk üzrə hərəkətdə eyni qalır. 2 ilə 3-ün burada təcilləri eyni olacaq. Artıq təcillə xətti sürətə baxanda biz radiuslara baxacağıq. Orada təcillər eynidir. 1-dəsə azdır. Çünki radiusu balacaqsa təcili də kiçik olacaq. B variantı. 1 ilə 2-də yenə təcillər bərabərdir. 3 onlardan daha böyük olacaq. B variantı. 6-ya baxıram. Xətti sürətləri müqayisə edəndə sıfır radiusları müqayisə edirik. Radiuslar 2 dəfə fərqlənirsə, xətti sürətlər də 2 dəfə fərqlənəcək. Təcil də eyni qaydada. 8 ilə 9-da periodla tezliyi istəyir. Orada cavab 1 verəcək. Çünki periodlarla tezliklə bərabərdir. Bərabər şeylər böləndə 1 alırıq. 10-cu sual. A nöqtəsinin tezliyi 4-dürsə, B nöqtəsininki isə 2-dir. Böyük diskin tezliyi həmişə daha kiçik olur. Neçə dəfə kiçik olur? Radiusu dəfə kiçik olur. 4-ü yəni 2-yə bölürəm. Radiusu 2 dəfə böyükdürsə, tezliyi 2 dəfə balacadır. Anı 2. A variantı. 11-ə baxıram. Burada B nöqtəsinin tezliyi 4-dürsə, A 8 olacaq. 2 dəfə böyükdür. Burada deyir hansı münasibətlər doğrudur. Burada tezliklər eyni olacaq. A-nın təcili B-nin təcilindən daha böyükdür. 1, 2. 13-də. 13-də burada belə eləyin. Cüt hissələrə baxın. 1 ilə 2, məsəl üçün cütdür. Əvvəlcə 1, 2-ni həll edirəm. Sonra keçirəm 2 ilə 3-ə baxıram. Yəni cüt olanlara baxın. 1 ilə 2-də necə olacaq? Eyni diskin üzərində deyən dövr sayları eyni olacaq. N-lər də eyni olur. Eyni diskin üzərində period, tezlik, bucaq sürəti, dövrlərin sayı. 1, 2 eynidir. 3. Orada dövrlərin sayı nə olacaq? Daha çox olacaq. Çünki balaca disk özünü böyüyə çatdırmaq üçün daha çox dövr eləmək məcburiyyətindədir. B variantı. 14-də baxıram. 2 disk qayışlı ötürmə vasitəsilə fırladılır. 1 nöqtəsinin dövr etmə tezliyi n-dir. Onda 2 nöqtəsində tezliyi n-dir. 3-ün tezliyi 2n olacaq. Çünki 3-ün radiusu bundan böyük diskdən 2 dəfə balacadırsa, tezliyi 2 dəfə böyükdür. Amma 1-dən 2 isə eyni diskin üzərində deyənə tezliklər bərabərdir. A variantı. 15. Bir nöqtəsinin periodu t-dirsə, 2 nöqtəsində periodu t-dir. Bunun periodu 3-ün isə periodu t/2 olacaq. Radius dəfə kiçik olacaq. Niyə? Çünki balaca disklərin periodu kiçik olur. Y variantı. Böyük disklərin isə periodu böyük olur. Sonra 16-da 2 ilə 3-ün sürəti bərabərdir. Çünki eyni diskə bağlanıb fırladılırlar, amma 1 daha kiçik olacaq. 1 çünki radiusu balacadır. 2-dən balacadır deyənə. 1 daha kiçikdir. O da harda var? C variantı. 17. Sürüşmədən diyirlənən diskin mərkəzinin yerə nəzərən sürəti V-yə bərabərdir. A və B nöqtələrinin yerə nəzərən sürətləri nəyə bərabərdir? Burada sizə qısa bir yol deyəcəm. Radiuslarına baxın. A nöqtəsi yerə birləşib deyənə yerlə arasında sürət fərqi yoxdur. 0 olacaq. B nöqtəsi 2 dəfə daha uzaqdadır. Bir dənə radiusu uyğun gələn sürət V olubsa, 2 dənə radiusu uyğun gələn sürət 2V olacaq. A nöqtəsi 0-dır, B nöqtəsi 2V-dir, C-yə baxırıq. Sürüşmədən diyirlənən diskin nöqtəsinin yerə nəzərən sürəti V-yə bərabərdir. Diskin mərkəzindən O və A nöqtəsinin yerə nəzərən sürətləri nəyə bərabərdir? Tamam. B nöqtəsi V-dirsə, O nöqtəsi V/2 olacaq. Radiusu azalır deyənə, yerdən olan məsafəsi azalır deyənə, nisbi sürəti də azalır. A nöqtəsi yerə birləşib deyənə, yerlə A nöqtəsinin arasında sürət fərqi olmur. O üçün yazdım V/2, A üçün yazdım 0, Y variantı. 19-a baxıram, 1 ilə 2-nin tezliyi bərabər olacaq. Eyni diskin üzərindədir, 3 onlardan daha böyükdür. 20. 1 ilə 2-nin periodu bərabərdir, 3-ün periodu daha kiçikdir. Period balacalarda həmişə balaca olur. 21. 1 ilə 2-nin bucaq sürəti bərabərdir, 3 onlardan daha böyükdür. C variantı.
22 sürüşmədən diyirlənən R radiuslu diskin O mərkəzinin yerə nəzərən sürəti V-dir. A nöqtəsinin yerə nəzərən sürəti nəyə bərabərdir? O nöqtəsi V-dirsə, A nöqtəsi 2V-dir. Yerdən neçə dəfə uzaqdırsa, sürəti də o qədər, nisbi sürəti də o qədər böyük olur. B variantı. 23-ə baxıram. Deməli, burada nə olur? 2-nin təcili 1-dən daha böyükdür. 3-ün təcili də 2-dən daha böyükdür. 3 balaca disklər daha sürətli, daha tez fırlanır deyə təcili çoxdur. 2-nin radiusu isə 1-dən daha böyükdür deyənə. O da nə verəcək? E variantı. 24-ə baxıram, radiusları R1 bərabərdir 2M və R2 bərabərdir 4M olan disklər qarşıda ötürmə ilə birləşdirilərək fırladılır. Birinci diskin üzərindəki A nöqtəsinin müəyyən müddətdə yer dəyişməsi modulu 4 metrdir. Həmin müddətdə ikinci disk üzərindəki B nöqtəsinin yer dəyişməsi modulunu hesablayın. Tamam. Burada neyinirik? Bir baxım. Radiusu bu 2-dir, bu da 4-dür. Radiusları 2 daha fərqlənir. A nöqtəsinin yer dəyişməsi 4 metrdirsə, B nöqtəsinin yer dəyişməsi belə eləyək. Yazaq S bərabərdir V vur T. V-ni açım 2 pi n r kimi. Radiusdan düz asılı. Onda radius neçə dəfə böyüdürsə, yer dəyişmə də o qədər böyüdür. Bu 4 metr yer dəyişmə eləyəndə, icra eləyəndə, bu da 8 metr yer dəyişmə icra eləyəcək. Çünki disk özü böyüdür axı. Y variantı. 25. Birinci disk sürüşmədən üfüqi səthdə diyirlənir. A, O və B nöqtələrinin yerə nəzərən ani sürətləri üçün hansı ifadələr doğrudur? Tamam. A nöqtəsinin yerə nəzərən sürəti 0 olacaq. Çünki yerlə birləşib deyə arada sürət fərqi qalmır. B nöqtəsinin xətti sürəti O-dan 2 dəfə böyük olacaq. Çünki 2 dəfə daha uzaqdadır. 26-ya baxıram, tərpənməz O1, O2 oxu ətrafında fırlanan kürə üzərindəki nöqtələrdən hansının xətti sürəti ən böyükdür? Radius kimdə daha böyüksə, o xətti sürəti ən böyükdür. 3-ü götürəcəm, A variantı. 27-yə baxıram. Deməli, baxıram əvvəl sürətlərə. 1 ilə 2-nin sürəti bərabərdir, bu düzdür. 3 daha kiçik olacaq, çünki radiusu balacadır 2-dən. Sonra omeqalara baxıram. 2 ilə 3-ün omeqası bərabər olacaq, 1 onlardan böyük olacaq, düzdür, 1, 4. Burada baxıram, deyir, hansı fiziki kəmiyyətlərin qiyməti eynidir. Bu kürəyə biz üstdən baxanda konsentrik çevrələr görəcəyik iç-içə belə. Ona görə konsentrik çevrələrin qaydası necə idi? Tezliklər, periodlar, bucaq sürətləri eynidir. Nələr fərqi olurdu? Xətti sürətindən təcil. 30-a baxıram. Periodlara baxanda 2 ilə 3-ün periodu eyni olacaq. Bir balaca diskli deyən periodu daha kiçikdir. 1 ilə 3 eyni qarşıya bağlanıb deyənə sürətləri eynidir. 2-nin sürəti isə daha kiçik olacaq. Çünki 2-nin radiusu 3-dən daha kiçikdir. 31-ə baxıram. Yollar arasında münasibətə baxsam, L bərabərdir V vur T olacaq. V-də radius dəfə fərqlənir də. Birin radiusu 2-dən 2 dəfə böyüdürsə, qət elədiyi yol da 2 dəfə böyük olacaq. Deməli, L2 bərabərdir 2 dənə L1. Sonra 3-ün radiusu 2-dən 1.5 dəfə böyüdür. Bu 3R-dir, bu 2R-dir. Onda qət elədiyi yol da 1.5 dəfə böyük olacaq. 3-ün radiusu 1-dən 3 dəfə böyüdürsə, qət elədiyi yol da 3 dəfə daha böyük olacaq. Eyni ifadəni biz təcil üçün də götürəcəyik. Çünki təcilləri də radiusa görə götürürdük. 1.5 olan A6. 32-yə baxıram, uyğunluğu müəyyən edin. Deməli, A və B nöqtələrində xətti sürətlər eynidir. A buna gedir. Mərkəzə qaçma təcili A nöqtəsində B-dən 2 dəfə daha böyükdür. B buna gedir. Fırlanma periodları B nöqtəsində 2 dəfə daha böyükdür. A nöqtəsində 2 dəfə daha kiçikdir. 33-ə baxıram. Xətti sürətləri eynidir. Period A-da 4 dəfə daha kiçikdir. 4 dəfə daha kiçikdir. Y. Tezliyi A nöqtəsində 4 dəfə daha böyükdür. D. Bu bölmədə hazır.